Zombie apocalypse. Salam Texnoklub izləyiciləri, bugün sizlərə kompüteri necə sürətləndirə biləcəyinizdən danışacağam. Dərsə başlamadan öncə deməliyəm ki, kanala abunə olmağı və videoya like atmağı unutmayın. Gördüyünüz kimi mən kompüterim Windows 10 sistemində işləyir. Windows 10-dur kompüterin sistemi. Bunun necə bu kompüteri sürətləndirə biləcəyimizdən danışacağam. İlk öncə deyim, birincidən başlayayım. Bu bilgisayar. Sizdə məsələn desktop, sys PC ingilis dilində olanlarda yaza bilər. Bura sağ tıklayıb, yəni şəkil hamısında belədir. Rus dilində də My Computer olacaq. Windows 7-də də bu göstərdiklərim hamısı var, işə yarayır. Bura sağ tıklayırıq və özəlliklər. Bura sizdə məsələn svojstva yaza bilər. Buradan gəlişmiş sistem ayarları. Bura tıklayırıq ən axırıncısına buradan. Daha sonra buradan ayarlar. Burada belə açıla bilər sizə bilgisayar adı. Buradan üçüncüyə gəlirsiniz. Üçüncüyə gəldikdən sonra buna tıklayırsınız birinci olana. Gördüyünüz kimi açıldı belə bir pəncərə. Bu pəncərədən sizdə ya bu olacaq ya da bu olacaq. Buradan ən iyi bu üçüncünü seçirsiniz. Buna tuş qoyursunuz və aşağıdan uygula. İngilis dilində isə Apple yazacaq. Bura tıklayırsınız, daha sonra tamam, sonra tamam, buradan çıxırsınız. Gördüyünüz kimi biraz qrafiklər dəyişdi. Yazılar biraz gözəl görsənmədi, yəni. Amma deyim ki, kompüterinizi sürətləndirəcək, təsir eləyəcək. Gördüyünüz kimi məsələn tıklayıram belə, artıq heç bir animasiya olmadan açılır menü. Daha sonra bu axtar bölümünə gəldikdən sonra bura faiz, temp, daha sonra bununla bağlısınız, belə yazırsınız, tıklayırsınız. Burada olan faylları silirsiniz. Bura məsələn silməyə də bilər, çünki mən bu dəqiqə video çəkirəm, ona görə bu proqramın papkasını silmədi, ona görə bunu iptal edirik. Daha sonra gəlirik bura. Bura çalışdır. Sizdə ingilis dili olduqda bura run yazın. Run. Mən kompüterin tuş dilində olduğuna görə çalışdır yazacağım. Tıklayırıq və bura açılan yerə temp yazırıq. Daha sonra bunu axtarırıq. Gördüyünüz kimi məndə bura boşdur, çünki indi təmizləmişəm. Bu da əsasən oyunlarda işə yarayır, yəni buranı təmizləsəz. Daha sonra yenidən bura gəlirik. Yenidən həmin proqramı açırıq və bura bu dəfə Regent yazırıq. R böyük olacaq. Tamam deyirik, axtarırıq və gördüyünüz kimi burada fayllar çıxdı. Bunu da silirik. Bu qədər. Daha sonra təzədən My Computer bilgisayara gəlirik. C-ni açırıq. Buradan Windows'u seçirik. Aşağı gəlirik. Burada Prefetch papkası olacaq. Buna tıklayırıq. Gördüyünüz kimi bizdən icazə istəyir. Buna icazə veririk açmasına. Burada gördüyünüz kimi çoxlu fayl var. Bunlar da hamısını Ctrl-A-ya tıklayaraq seçirik hamısını. Sonra Delete basaraq hamısını silirik. Buradan gördüyünüz kimi bunu silmədi. Yəni arada belə ola bilər, silmir. Onu təzədən yoxlamayın, onsuz da silməyəcək bunu. Daha sonra yenidən menünü açırsınız. Bura msconfig yazırsınız. Belə yazırsınız, yəni tam belə yazın, yoxsa çıxmaz. Buradan tıklayırsınız ilk çıxana. Buradan hizmətlər üçüncüsünə tıklayırsınız. Tüm Microsoft hizmətlərini gizlə. Buna tıkladıqdan sonra gördüyünüz kimi Microsoft'a aid olmayan yəni şeylər burada görsəndi. Bunu da bu quşlara qaldırdığımızda bunlar hamısı dayanacaqlar.
Amma mən hamısını açıq saxlayıram, yəni mənim ehtiyacım yoxdur bunları bağlamağa. Daha sonra ön yükləməyə gəlirsiniz. Ön yükləmədən bu birinci gelişmiş seçenekləri tıklayırsınız. Buradan işlemci sayısı və gördüyünüz kimi 8 işlemci sayısı var. Sizdə bu 2 də ola bilər, 4 də ola bilər, 7 də ola bilər. Yəni burada olan rəqəmlərdən hər biri ola bilər. 16-ya kimi gedib çıxa bilər. Yəni RAM-nın asılıdır bu. Yox, RAM-nın asılı deyil. Məndə sistem Intel Core i7 olduğundan burada 8-dən göstərir. Buradan 7-ni seçim mən, çünki Intel Core i7-dir. Tamam, uygula. Bunu qeyd eləmədiniz. Məndə belə bir problem yarandı, amma əminəm sizdə yaranmayacaq belə bir problem. Yenidən yoxlayana görə niyə görə alınmadı? Problemi düzəltdim, yenidən göstəreyim. MC config bura tıklayırsınız. Ön yükləmə, gelişmiş seçeneklər, işlemci sayısı 8, tamam, uygula, tamam. Burada sizə deyir ki, yenidən başladın. Siz bunu elədikdən sonra yenidən başladarsınız. Əgər kompüterinizin oyunlarda sürətlənməsini istəyirsinizsə, buradan Game Booster proqramını yükləyə bilərsiniz. İnternetdə, yəni Google-da elə Game Booster'ın öz saytına gedib yükləyə bilərsiniz. Game Booster 3 yazsaz çıxacaq. Bugünkü dərsimiz bu qədər. Kanala abunə olmağı və like atmağı unutmayın. Sağ olun.